Salam abiturientlər, bu videonun abiturientlər üçün Fiscal İnkişaf Blok imtahanında dəstək videosu olaraq çəkirəm. Bu videoda Fiscal İnkişaf Blok imtahanında qarşılaşa biləcəyiniz 3 valyut sual tipinə baxacaq. Suala bir atım bir şəkildə izah edəcəyim ki, suala daha rahat və daha ətraflı bir şəkildə başa düşə biləsiniz. Bir xatırlatma daha edeyim ki, əgər belə videoların davamını istəyirsinizsə, videoyu bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmayı unutmayın. Bunu etməklə mənə çox böyük bir dəstək olmuş olarsınız. O zaman vaxt itirmədən başlayaq. Demək ki, birinci sualımızdan başlayaq. Emin cərəyan nəqli birinci magistrasi tərəfindən təhsil olunan amper qüvvəsinin hansı istiqamətə yönələr? Biz bir ki, cərəyan müsbətdən çıxır, mənfiyə daxil olur. Ona görə cərəyan istiqaməti olacaq bu tərəfə. Bunu buradan bildik. İndi ikinci olaraq biz amper qüvvəsini tapmaq üçün sola qədəsini istifadə edirik. Yəni qısaca əgər nöqtə isə əlimizin üstü, əgər x isə əlimizin içi. Biz də buradan baxırıq nəyə? Görürük ki, burada nə var? Nöqtə var. Nöqtə olduğu üçün deməli bu nə olacaq? Əlimizin üstü. İndi əlimizin üstünü tuturuq. Birinci sol əlimizi tuturuq, sonra əlimizin üstünü tuturuq. 4 barmaq H tərəfi olacaq cərəyan istiqamətində. Onda baş barmaq hara düşür? Aşağıya doğru. Deməli onda amper qüvvəsi baş barmağın istiqamətini göstərdiyi üçün baş barmaq da aşağı olduğu üçün deməli amper qüvvəsi aşağıya doğru yönəlmiş olacaq. Yəni burada cavabımız olacaq aşağıya doğru. Yəni burada cavabımız olacaq deməli şəklin müstəvisinə aşağı, yəni cavabımız olacaq burada D variantı. İndiki növbəti sualımıza. İki sonsuz uzun cərəyanlı düz naqili eyni müstəvidə bir-birinə perpendikular yerləşdirilmişdir. Birinci cərəyanlı naqilin magistrasinin M nöqtəsindəki induksiyası B olarsa, yekun sayının bu nöqtədəki induksiyası nəyə bərabərdir? Bunu tapmaq üçün öncə biz gəlin induksiya vektorunu tapaq. İnduksiya vektorunu tapmaq üçün sağ əl qaydasından biz istifadə edirik. Sağ əl qaydasından da nə cürdür? İlk öncə gəlin ona baxaq. Biz bilirik ki, baş barmaq cərəyanın istiqamətini göstərir. Qatlanılan 4 barmaq isə induksiya vektorunun istiqamətini göstərmiş olur. Yəni bu da B-nin istiqamətidir. Onda gəlin indi bundan istifadə edib biz bunu tapaq. İlk öncə görürəm ki, burada cərəyan istiqaməti bu tərəfdədir. Onda burada da bu tərəfdə olmuş olacaq. İndi mən burada sağ əlimi bunun üstünə bələn kimi qoysam, baş barmaq bu istiqamətdə olacaq, yəni cərəyan istiqamətində. Onda 4 barmaq H tərəfi olacaq, bu istiqamətdə bələn kimi dönmüş olacaq. Bu 4 barmağın bu istiqamətə dönməsi şəklin müstəvisinə girdiyi tərəfdir. Girdiyi tərəf olduğundan bu tərəf olur nə? X. Onda çıxdığı tərəf nə olur? Yəni bu hissə çıxdığı tərəfdir, çıxdığı tərəf nə olur? Nöqtə. Onda bu hissəsi olacaq nə? Nöqtə. Bunu buradan tapdıq. İndi baxıram indi bu cərəyana. Bu cərəyana baxanda görürəm ki, bunun istiqaməti bu tərəfdirsə M nöqtəsində, yəni M nöqtəsinin yerləşdiyi sahədə bu istiqamətdə olmuş olacaq. Bunu buradan tapdım. İndi baxıram, indi yenə sağ əlimi götürürəm. Sağ əlimi götürəndən sonra baş barmağımın cərəyan istiqaməti tuturam. Cərəyan istiqaməti tutandan sonra görürəm ki, 4 barmaq baxın bu sahəyə doğru daxil olur. Bu sahəyə doğru daxil olursa, onda daxil olduğu hissə nədir? X-dir. X olduğundan bələn kimi X götürürəm. Çıxdığı tərəfdə bu hissədir. Buradan çıxanda nə olur? Nöqtə olmuş olur. Biz ümumiyyətlə həmişə yadda saxlayın. 4 barmağın daxil olduğu tərəf X-dir, çıxdığı tərəf isə nöqtədir. 4 barmaq bu istiqamətdən daxil olduğu üçün, yəni bu istiqamətdən daxil olduğu üçün bu hissə olur X, amma bu hissədən çıxdığı üçün bu hissə olur nə? Nöqtə. Deməli, onda biz buradan tapmış olduq ki, İB cərəyanının bu sahədə yaratdığı deməli maqnit induksiya vektoru nöqtə şəklindədir. İki cərəyanın bu sahədə yaratmış olduğu maqnit induksiya vektoru isə X şəklindədir. İndi biz burada şəkli təkrar çəkmiş olsaq, deməli bu bələnki bizə 2 dənə cərəyan verir. Biri bu istiqamətdədir. İki, bir də bu istiqamətində E1. Deməli İ2-nin deməli İB-nin yaratdığı cərəyanın yaratdığı maqnit induksiya vektoru deməli bizə burada tapmışdır nədir? Nöqtə şəklindədir, nöqtədir. Buna deyək biz E1. E1 deməyək, B1 deyək. E1-nin yaratdığı B1. Bu B1-dir. Bir də iki cərəyanın bu sahədə yaratdığı maqnit induksiya vektoru da bu istiqamətdədir, yəni X istiqamətdədir. Bu da nədir? B2-dir. İndi mən buradan yekun maqnit induksiya vektorunu tapmış olsam, B yekun nəyə bərabərdir? B yekun bərabərdir. B yekun bərabərdir. İndi mən ilk öncə buradan görürəm ki, biz əvvəlki qaydada dedik ki, nöqtə isə nədir? Şəklin müstəvisinə bizə doğru. Əgər X-dirsə bizdən şəklin müstəvisinə doğru. Onda belə çıxır ki, bunların istiqamətləri əksdir. İstiqamətləri əks olanda yekun maqnit induksiya vektorunu tapanda bunlar bir-birindən çıxılacaq. Çünki istiqamətlər əks olduğu üçün. Onda nə olur? B2 çıxsın, B1 olur. Bunu buradan bildik. İndi amper qüvvəsinin düsturu F amper bərabər nədir? İBL-dir. Bunu buradan bildik. İndi mən buradan B-ni tapmış olsam, B bərabərdir F amper bölünsün İL. Əgər eyni sayədən söhbət getsə, onsa eyni sayədən söhbət gedir. Onda F amperlər eyndə olduğu kimi qalır. Uzunluğu da sonsuz olduğu üçün mən onu sonra nəzərə almam, olduğu kimi qalır. Deməli, B nədən asılıdır? İ-dən asılıdır. Biz də bilirik ki, burada bizə deyir ki, cərəyan şiddətləri deyil bərabər. Cərəyan şiddətləri əgər bir-birinə bərabərsə, yəni I1 bərabər I2-dirsə, onda deyə bilərəm ki, B-lər də bir-birinə bərabər olmuş olacaq. Çünki əgər I dəyişmirsə, yəni məxrəcdəki I dəyişmirsə, onda B də sabit olaraq qalır, yəni dəyişmir. Onda mən bura nə yazıram? Belə deyək də, B2 bərabərdir B1, o da bərabər nəyə? B-yə. Onda bəlkə ki, B2 çıx B1, o da bərabərdir. Demək, B2 ilə B-dir. B1 də B-dir, B-dən də B-ni çıxındır. Bu bizə verir modulda 0, oradan da çıxır neçə? 0. Deməli, 2 dənə cərəyan naqili, yəni I1 və I2-nin M nöqtəsində yaratdığı yekun maqnit induksiya vektoru nəyə bərabərdir? 0-a bərabər olmuş olacaq. Yəni, burada cavabımız olacaq nə? 0. 0 hansı variantı var? Bir dənə baxaq. B variantından var. Yəni, cavabımız olacaq B variantı. İndiki növbəti sualımıza.
Son sualımızın 3-cü sualında iki sonsuz uzunca yan naqil bir paraya birləşdirmişdir. Birinci naqil 10 nöqtəsində yaratdığı maqnit indüksiyasının modulu 20 mT ise naqildən bu nöqtədə yaratdığı yekun indüksiyasının modulu və istiqaməti üçün hansı ifadə etdiyi doğrudur. Bunu tapmaq üçün öncə biz gəlin yekun, daha doğrusu hər birinin yaratdığı maqnit indüksiya vektoruna gəlin tapaq. İlk öncə mən buradan baxıram bunun yaratdığı maqnit indüksiya vektorunun istiqamətinə. Bunu tapmaq üçün nə edəm? İlk öncə maqnit indüksiya vektorunu tapmaq üçün sağlamı götürürəm. İndi baş barmaq. İndi mən bilirəm ki, C-nin istiqaməti bu tərəfdə. Deməli baş barmağı bu istiqamətə və belə kimi tuturam. Bunu tutdum. İndi görürəm ki, burada 4 barmaq hansı tərəfə qatlanır? Bu tərəfə doğru qatlanmış olur. Bunu buradan əgər bu tərəfə doğru qatlansa, yəni şəkil müstəvisinə bu tərəfdən daxil olursa, ona demək daxil olduğu sənədi x-dir. Onda burası nə olacaq? X olmuş olacaq. Buranı götürək. Bir dənə bu 10 nöqtəsindən bir dənə buradan bir dənə perpendikular çəkək. Daha da yaxşı göstərmək üçün. Deməli burası olacaq x, 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 x. Bunu buradan bildik. İndi burada isə i aşağı doğru yönəlir. Yenə baş barmağımızı i cəryan istiqamətində belənkimiş tuturam. Tutandan sonra buradan görürəm ki, 4 barmaq yenə bu istiqamətə belənkimiş daxil olmuş olur. Deməli 4 barmaq bu tərəfdən daxil olsa biz dedik ki, 4 barmaq daxil olduğu tərəf x-dir. Deməli onda bəlkə ki, bu tərəfdə x olmuş olacaq. Onda bu tərəfdə x, 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 x olaraq mən qəbul edirəm. Görürəm ki, hər tərəfdə bütün tərəflərdə x-dir. X-də bilirəm ki, x-də bizə nəyi göstərir? Yəni x bizdən şəklin müstəvisinə doğru olan hərəkəti bizə göstərir. Bunu buradan bildik. Və məsafələr eyni olduğu üçün hər iki maqnit indüksiya vektoru birinə bərabər olmuş olacaq. Yəni B2 bərabərdir, B1-ə bərabər olmuş olacaq. Bu da nəyə bərabərdir? Burada deyir ki, birinci naqlın yaratdığı deyir 20 mili Tesla deyir. Onda buna hər ikisi 20 mili Tesla'ya bərabər olmuş olacaq. Bunu buradan bildik. İndi bunlar hər ikisi eyni istiqaməti, yəni bizdən şəklin müstəvisinə doğru yönəldiyi üçün onda eyni istiqamətdə də olanda yekun maqnit indüksiya vektorunu tapsam, B yekun nəyə bərabərdir? Hər iki maqnit indüksiya vektoru əgər eyni istiqamətə yönəlsə, bunlar cəbr-cəmləyə bərabər olmuş olacaq. Yəni qısaca burası əgər 20-dirsə, ikinci tərəfdə 20-dir, yəni B2-də 20-dir. Onda belə yazıram. B2 plus nə? B1. O da bərabərdir. B2 nə qədərdir? 20-dir. B1 də nə qədərdir? O da 20-dir. Onda tapıram 20 plus 20, o da bərabərdir nəyə? 40 milli Tesla. Demək yekun maqnit indüksiya vektoru nəyə bərabərdir? 40 milli Tesla'ya bərabərdir. Bəs istiqamət olaraq nə götürürük? X-i götürürük. X də dedik ki, nədir? X bizdən şəkil müstəvisinə doğru. İndi sual verərsə ki, niyə bizdən şəkil müstəvisinə doğru? Gəlin onu da bir açıqlayaq. Biz burada yenə bir dənə deməli əl şəkli çəkmiş olsa, baxın bu bizim əl şəklimiz olsun. Biz ilk öncə buradan bilirik ki, baş barmağımızı bir dənə ox kimi təsəvvür etsək, baş barmağımızın ucu nöqtədir. Arxa tərəfdə nədir? X-dir. İndi x da bizə nəyi bilir? Yəni bizə görünən tərəfin x olduğunu bizə bildirir. İndi bizə görünən tərəfin x olması üçün baş barmaq şəkli müstəvisinə doğru yönəlməlidir ki, biz baş barmağın uç tərəfini görməyək, biz baş barmağın arxa tərəfini, yəni x tərəfini görmüş olaq. Ona görə biz deyirik ki, baş barmaq şəkli müstəvisinə doğru yönəlməlidir ki, biz baş barmağımızın uç tərəfini yox, x tərəfini görək ki, biz maqnit indüksiya vektorunun istiqamətini x olaraq götürək. Ona görə x bizə nəyi bildirir? X bizə onu bilir ki, yəni baş barmaq bizdən şəkil müstəvisinə doğru, yəni indüksiya vektoru bizdən şəkil müstəvisinə doğru yönəlir. Onda cavabımız nə olacaq? Yekun maqnit indüksiya vektoru 40 mili Tesla olmaqla bizdən şəkil müstəvisinə doğru yönəlir. Deməli cavabımız olacaq 40 mili Tesla'ya bərabərdir və bizdən şəkil müstəvisinə doğru yönəlir. Cavabımız olacaq burada D variantı. Belki də bu videoda fizikanın ikinci şans blok imtahanında qarşınıza çıxa biləcək 3 faiz sual türünə baxdıq. Suallar bir atım bir şəkildə izah edən ki, suallar daha rahat və daha ətraflı bir şəkildə başa düşə bilərsiniz. Ümid edirəm ki, bu video sizə çox faydalı oldu. Əgər belə videoların davamını istəyirsinizsə, video bəyənməyi, kanala abunə olmağı və videolara şərh yazmağı unutmayın. Hər birinizi çox sevirəm. Növbəti videolarda görüşənədək sağ olun, salamatçılıqla qalın.